Əziz Bakılılar və şəhərimizin qonaqları, qarşısında olduğumuz bu stansiya əvvəllər Bakı Soveti olaraq tanınırdı. 2007-ci ildən isə stansiyada əsaslı təmir işlərinə başlanılır və stansiya piramida formasını alır. Hazırda bura İçəri şəhər metro stansiyası olaraq adlanır. ...1967-ci il 6 noyabr paytaxtı Bakı üçün olduqca vacib bir gün idi. Çünki artıq bu gündən etibarən Bakılılar və şəhərimizin qonaqları bilmədikləri bir aləmə düşürdülər. Bura ilk istifadəyə verilən 5 stansiyadan biri olmaqla yanaşı, digərlərindən bir fərqi də var ki, o da yalnız bir platformasının olmasıdır. Stansiyanın üst vestibülünün sahəsi 2500 kvadrat metrdir. Buranın xaricdən hündürlüyü isə içəri şəhərin qala divarlarının hündürlüyü qədər, yəni 14 metrdir. Vestibülə daxil olduğumuz zaman Bakının tarixi fotoşəkillərini görürük. Bu fotoşəkillərdən stansiyada 16 ədəddir. Fotoşəkillərdə Şirvanşahlar Sarayı, İçəri şəhər, Cümə məscidi, Qız qalası və Qoşa qala qapıları kimi təsvirlər stansiyadan istifadə edən əziz bakılılara qədim Bakını xatırlatmaqla yanaşı, şəhərimizin qonaqlarını Bakının keçmişi ilə tanış edir. Diqqətimizi çəkən digər bir məqam da İçəri şəhərin simvollarından sayılan Qoşa qala qapılardır ki, bu da stansiyaya daxil olan adamlarda nostalji hisslər yaradır. Qoşa qala qapılarına həm də Şamaxı qapıları da deyirdilər. Buna səbəb Şamaxıdan gələn qədim karvan yolu üzərində yerləşməsi olub. Qapılardan biri 12-ci əsrdə 3-cü Böyük Məlikçöhrün sifarişi ilə Bakı qalası inşa edilərkən, ikincisi isə 17-ci əsrdə 1-ci Şah Abbasın hakimiyyəti dövründə inşa edilib. Hazırda bu ərazi turistlərin böyük marağını cəlb edən yerlərdən biridir. İçəri şəhərdən söhbət düşmüşkən, əslən İçəri şəhərli olan tanınmış caz muğam üslubunun banisi Vaqif Mustafazadəni xatırlamasaq olmaz. Çünki bu böyük sənətkarın adı İçəri şəhərindən qoşa çəkildiyi kimi, elə bu qədim məkana çıxan metro ilə də sıx bağlıdır. Saysız hesabsız bəstələrin müəllifi, Azərbaycan cazını dünyaya tanıdan Vaqif Mustafazadə doğma Bakısına olan sevgisini özünün məşhur Bakı gecələri ilə ifadə edir. Elə həmin bəstə də öz yerini İçəri şəhər stansiyasında tapır və burada səslənir. Vaqif Mustafazadə, İçəri şəhər stansiyası və Bakı gecələri. Beləcə bu üçlük bir simfoniyadır. Əziz Bakılılar və şəhərimizin qonaqları, bugün sizə təqdim etdiyimiz İçəri şəhər metro stansiyasından başlayaraq Bakı metropoliteninin bütün stansiyaları haqqında məlumatları sizə təqdim edəcəyik. Azərtac sizə yerin altından xəbər verəcək. Hər həftənin birinci günü Azərtacı izləməyi unutmayın. Növbəti stansiya Sahil.